maraqlı bir müşahidəmiz bölüşmək istəyirəm. Valla tragikomik mənzərəsi də var, həm də bugünkü situasiyanın. 2005-də biz bilirik ki, Azərbaycanda bir dövlət çevrilişi cəhdi oldu. Ondan sonra düzdür, dövlət çevrilişi cəhdi maddələrindən sonra nazirlərin iqtisadi cinayət törətdiklərini əsas gətirdilər və onlar o maddələrlə müttəhimlər kürsüsünə əyləşdirirdilər. Əli İnsanov, Fərhad Əliyev, Rafiq Əliyev hekayəsindən danışıram. İndi Əli İnsanov təzədən dövlət çevrilişi cəhdindən danışır. Dövlət çevrilişi cəhdini pisləyir. Pisləyir. 20 ildən sonra. Yəni Azərbaycanda həqiqətən, bax mən bunları düşünə-düşünə Əli bəy çox maraqlı bir məsələyə toxundu. Bilirsiniz, müstəqilləşmə elə bir asan bir məsələ deyil. Yəni 200 illik işğalı bitirmək, fraqmental olaraq biz 18-20-ci ildə bir nəfəs aldıq, ondalıcan 92-ci ildə bir nəfəs aldıq. Və indi nəhayət biz 30 ilini keçdik, 40. Baxın, 4-cü 10 illiyində belə həmin sistem bizdən əl çəkmir. Həmin sistemi özünü bir şəkildə qorumaq istəyir, həmin sistem artıq yeni formatda. Bax, indi bir seyircimiz yazıb ki, rus dilli olmaq, savremenli olmaq deməkdir, müasir demək istəyir, bilmirəm. Yəni, ümid edirəm ki, ironiya ilə yazıb. Dil bilməklə millət hələ bir dildə təhsil almağın fərqini anlaya bilmir. Biz burada, bax bu efirdə mən 5 ildə özümü öldürürəm ki, qonaqlarımla bərabər. Dili bilin də, bu dildə uşaq yetişdirməkdən, gələcək yetişdirməkdən, gələcəyə 10 il orta məktəbdə rus dilində oxumaq lazım deyil ki. Atmaqdan danışılır. Dil öyrənmək üçün bəyəm ki, 11 il gedib orta məktəbdə tərbiyə oxumaq lazımdır. 10 il ərzində o insanın psixolojisi dəyişir. Devlət axı məşğul olmur vətəndaşı yetişdirməklə. Devlət vətəndaş yetişdirməklə məşğul olsaydı, bugün Azərbaycanın mərkəzində, paytaxtda rus dili bu qədər olmazdı. Niyə olmadı? Biz indi deyirik Ramiz Mehdiyev filan. Bu fəsadlar həm də ondan irəli gəlir. Şahin bəyin sözünün qüvvəti. Bütün proses həm də oradan qaynaqlanır. Düşmən işğal eləmişdi, işğaldan azad elədik. Torpağı işğaldan azad eləmək daha rahatdır. Beyinləri işğaldan azad eləmək daha çətindir. Bugün Azərbaycan, İran bir tərəfdən beyin işğalına məşğuldur. Rusiya bir tərəfdən beyinlərimizi işğaldan məşğuldur, gənclərimizi uğramaqdan məşğuldur beyinlərini və bu böyük bir növbəti mərhələdə biz o manqurt deyirdik ki, millətin manqurtlaşmasıdır və bu gün bax o Azərbaycandakı o təriqət fərqlilikləri ortaya çıxanda necə bir eyni millətin övladları necə bir-birinə qarşı aqressiv olur, necə bir-birinə düşmən, nifrətlə yanaşırlar. Onlar hamısı o uğurlanmış beynin məhsullarıdır və bu gələcəyi, Azərbaycanın gələcəyinin altına qoyulmuş minalardır. Yəni biz ona görə dil bilməyin qəti heç kim əleyhinə deyil. Əksinə bu gün hər bir Azərbaycan gənci rus dilini də bilməlidir, ingilis dilini də bilməlidir, mümkündür Çin dilini də bilsin. Bu ancaq o gənclərin yüksəlişinə xidmət edir. Siz deməli, dil bilmək bir başqa şeydir. Azərbaycan dövlət büdcəsi hesabına rus dilində təhsili yaratmaq başqa bir məsələdir. Elə bir situasiya yaradıblar ki, millətə bunu başa salmamıza icazə vermirlər. 40 nəfər rus dilində deməli, sinifdə 40 nəfər uşaq oxuyur. 45 dəqiqə ərzində bu 40 nəfər uşaq orada nə öyrənə bilər? Yəni, faktiki bu bir istiqamət var. Buna bir təhrik var. Öyrənə bilər, Rusiya ona doğmalaşar, rus dili doğmalaşar. Rusiya artıq işğalçı yox, doğma ölkə olar. Məktəb yalnız təhsil mərkəzi deyil də, məktəb həm də tərbiyə verir. 10 il ərzində onu tərbiyə edirsən. Yalnız ona dil öyrətmirsən artıq. Özdə hansı yaşında? Düşünün, bütün həyatının başlanğıcında. Həmin dildə düşünməyi öyrədirsən, həmin dili daşıyan xalqı sevməyi öyrədirsən. Yəni orada artıq Rusiyanın belə deyək də çox normal kadr bazası formalaşır. O uşaqlar biolojik olaraq Azərbaycanlı ola bilər, türk ola bilər, nə bilim başqa millətdən ola bilər, amma artıq rusca düşünürlər. Həmən bu bir kampaniyadır. Yəni bax, ən aşağı balı rus dili məktəbləri, devlət ona ən aşağı keçid balı qoyur. Bunun özü təhrikdir. O da güzəşdir. O da təhrik. Yox, təhrikdir. Yəni niyə Azərbaycan dili məktəbin uşağı gedib deyək 400 baldan o girdiyi fakültəyə rus dilində təhsil alan uşaq 200 baldan girməlidir. İmtiyazdır da. İmtiyazdır və həmən rus 5-ci kolon deyirik, o rus xətti deyirik. O rus xətti bu gün ən vacib olan sahə təhsil sektorundadır və onu biz həmişə iqtisadi məsələləri müzakirə edirik. Onlar təhsil sektorlarından buraxmır. Və birinci ən aşağı bal rus sektorundadır. Bizim 700 bal yığan Azərbaycan dilli uşaqlarımız yüzlərdəndir.
bir nəfər rus dilində bu qədər 400 məktəbdə 700 bal yığan uşaq yoxdur. 500 bal yığan yoxdur. Bəs onda valideynin marağı nədir ki, bu rus dilinə yönəldir? Bunun özü bir təşviqdir. İmtiyaz var orada. Təşviqdir, həm də əlmən bu belə bir incə şəkildə buna yönləndirmə var. Təşviq eləmə var və o həmin o aşağı balın özü rəsmi dövlət tərəfindən təşviqdir. Bax həmin o 5-ci kolon tərəfindən dövlətdə təmsil olunan 5-ci kolon tərəfindən təşviqdir. Ona görə bu məsələlərə kompleks yanaşılmalıdır.